Bir gün Əflatun şəhərin adlı sanlı adamları ilə bir yerdə oturub söhbət edirdi. Biri onun yanına gəlib dedi: "Ey filosof, bugün filankəsi gördüm. Deyirdi ki, Əflatun çox böyük filosofdur. İndiyə qədər onun kimisi nə olub, nə də olacaqdır. İstədim onun tərifini sənə çatdırım." Əflatun bu sözü eşitcək, qanı bərk qaraldı. Halı pozuldu. Başını aşağı salıb ağladı. Xəbər gətirən dedi: "Ey filosof, mən sənə ağır söz dedim ki, halım belə pozuldu." Əflatun dedi: "Şəxsən sən mənə ağır bir söz demədin. Lakin bundan daha ağır müsibət olarmı ki, mənim gördüyüm iş nadanın birinə xoş gəlsin. Bilsəydim nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna gəlmişəm və o məni tərifləmişdir, o işdən əl çəkərdim. Halımın pozulması ondadır ki, demək mən hələ də nadanam ki, məni nadanlar tərifləyir."